Dostlar, demək Norveç haqqında eşitdiyim, gördüyüm maraqlı bir-iki dənə faktları sizi çatdırıb demək istəyirəm, izah eləmək istəyirəm. Burada nə maraqlıdır, hansı ki bizim insanlara bu faktlar maraqlıdır. Zəhmət olmasa kanalımıza abunə olun bu arada. Bunu sizə təklif edirəm. Demək, Norveçdə bayram günləri, həftənin bazar günləri marketlər, burada marketə butik deyirlər, butiklər qapalı olur, bağlı olur. Bax, misal üçün, hal-hazırda Paska günləridir, Paska bayramları günləridir. Bu bayram günlərində butiklər hamısı, ərzaq dükanları, ələxüsus ərzaq dükanları, əgər ərzaq bağlıdırsa, digər dükanlar da ki, təbii ki, bağlıdır. Ola bilər bəzi bir, iki dükanlar var ki, xüsusi, o yəni bazar günlərdə işləyir. Onlar da çox azdır. Oslo'da rastlaza daha çox çıxa bilər, amma əyalətlərdə, digər bələdiyyələrdə belə şeylər azdır. Nə qədər qəribə də olsa, həftənin bazar günləri artıq burada insanlar bilir ki, ərzaq dükanları bağlıdır və buna uyğun da həftənin şənbə günündən etibarən özlərinə ərzaq tədarüklərini eləyirlər və yaxud da ki, qarşıda bayram gəlirsə, bayram günləri öncəsi bütün tədarüklərini eləyirlər. Və eyni zamanda da bütün butiklər, bütün marketlər əvvəlcədən elan verir və öz sosial şəbəkə səhifələrində və saytlarında qeyd edirlər ki, misal üçün, filan tarixdən filan tarixə biz qapalı olacaq, insanlar da bilsin deyənə. Onu da deyim ki, burada internetdən olduqca aktiv istifadə edirlər. İnsanlar bütün hərəkətlərini internet üzərindən edirlər, internetə arxayın olub eləyirlər, hara gedirlərsə, hansı market açıqdır, bağlıdır. Maraqlı fakt onu deyim ki, burada Azərbaycanlılar mənə elə gəlir ki, çox azdır. Ən azından mənim yaşadığım yerdə Azərbaycanlı yoxdur. Bizim şimal Azərbaycanımızdan Azərbaycanlılar yoxdur. Var idi bir-iki nəfər, onlar da yaşayış yerlərini dəyişmək məcburiyyətində qaldılar, dəyişdilər. Yəni burada Azərbaycanlı, bizim məmləkətdən olan Azərbaycanlılar bir qırmızı kitaba düşüləsi bir nüsxədirlər. Çox az rast gəlinən adamlardır. Ümumiyyətlə, Norveçdə mənə elə gəlir ki, Norveçdə də eyni zamanda azdır. Baxmayaraq ki, Oslo'da filanda Azərbaycanlılar var, amma digər bələdiyyələrdə filanda azdır. Deyə bilərsiniz ki, gedib Oslo'da yaşama, niyə kiçik yerdə yaşamırsan və Oslo'da yaşamayıb kiçik yerdə yaşayırsan? Bunun da öz mənfi və müsbət tərəfləri var. Mənfi tərəfi nədən ibarətdir? İzah edəcəm indi, öz bildiyimi, anladığımı. Kimsə mənimlə razılaşar və ya razılaşmaya da bilər. Müsbət tərəfini də eyni zamanda izah edəcəm. Mənfi tərəfi ondan ibarətdir ki, zaten Bakıda yaşamış adam üçün, böyük şəhərdə yaşamaqdan bezmiş adam üçün, yəni Oslo'da yaşamağı türklər demiş ki, tərcih etmirəm. Bu birinci hal. İkinci hal, Oslo'da Norveçlərdən başqa, Norveçlər çox azdır. Digər xalqların, digər gəlmə insanları çoxdur. Gəlmə insanlar da dedikdə dünyanın hər yerindən gəlib, müxtəlif kültür, müxtəlif tərbiyə, müxtəlif və s. və ilaxır. Artıq nəyi nəzərdə tutduğumu bilirsiniz. Yəni, ailəli insanlar daha çox üstünlük verirlər Oslo'dan kənarda yaşamağa. Uşaqlı ailələr, belə deyək. Amma daha gənc insanlar isə Oslo'da yaşamağa üstünlük verirlər, tərcih edirlər. Təbii ki, onda müsbət və mənfi tərəfləri var. Balaca yerdə yaşamağın nə müsbəti var burada? Balaca yerdə yaşamaq ondan o müsbəti var ki, trafik yoxdur, şəhərdə yaşanılan problemlər yoxdur, amma şəhər kimi yerdə, şəhərdə yaşayırsan, amma böyük şəhərdə yaşanılan problemlər yoxdur. Mənfisi ondan ibarətdir ki, biraz iş tapmaq baxımından biraz seçim azdır. Deməzdim iş yoxdur, amma seçim azdır. Yəqin ki, bunu mənlə digər Norveçdə yaşayan bəylər və xanımlar razılaşarlar. Amma bir mənfisi də var ki, yəni kommunikasiya etməyi, yəni ünsiyyət qurmağı xoşlayan adam üçün çətindir. Burada yaşamaq bu baxımdan ki, burada Azərbaycanlılar az rast gəlinən bir insanlardır. Yenə də kommunikasiya qurmaq problem deyil. Sağ olsun Türk qardaşlarımız, Kürdlər, İran Azərbaycanlıları. Eyni zamanda da əgər rus dilin varsa, rus dilini bilirsənsə, burada Ukraynalılar çoxdur.
Yəni aşağı yuxarı onlar da bizə yaxın insanlardır. Amma onu da deyim ki, bu sadaladığım insanlar arasında digər xalqların nümayəndələri də təbii ki, ünsiyyət qurursan, illahdan da Norveçin varsa daha asandır. Norveç dilin varsa. Ən yaxşısı təbii ki, Norveç dilli insanlarla əlaqə qurmaqdır. Amma onu deyim ki, digər xalqların da nümayəndələrini də nəzərə aldıqda mənə elə gəlir bizə kültür baxımından ən yaxın insanlar birinci İran Azərbaycanlıları gəlir. Yəni türk qardaşlarımızın xətrinə dəyməsin. Yəni İran Azərbaycanlıları ilə bizim tək fərqimiz bilirsiniz, mənə elə gəlir. Fərqimiz ondan ibarətdir ki, onlar İranda yaşayıblar, dövlət dili fars dili. Biz Rusiyada yaşamışıq, dövlət dili rus dili. İstər-istəməz bizim leksikonumuza rus sözləri çöküb. Onların leksikonunda daha çox fars sözləri var. Bu da təbii bir şeydir. Yəni farslar bizə coğrafi baxımdan yaxındırlar, nə qədər fərqli millətdə olsaq. Farslar, kürdlər, türklər eyni coğrafiyanın adamlarıyıq. Eyni mədəniyyətin, eyni kültürün adamlarıyıq. Yəni sözümün canı odur ki, ən yaxını mən görürəm ki, mən elə gəlir ki 99%, 95-99% ən yaxın insanlar bizə İran Azərbaycanlılarıdır. Yəni Azərbaycanlılarımızdır, İranda yaşayan qardaşlarımız, dostlarımız, ürəklərimizdir. Belə. Digər xalqların nümayəndələri, dostlar, bu arada kanalımıza abunə olmağı sizdən rica edirəm. Fikirləriniz varsa, təklifləriniz varsa, iradlarınız varsa şərh bölümündə yazın. Əsirgəməyin, utanmayın, çəkinməyin. Buyurun. İmkan dairəsində mümkün qədər hamısını cavablandırmağa çalışırıq. Digər tərəfdən də burada xeyli digər xalqların nümayəndələri yaşayır. O vaxtda da məlumat verim ki, ən çox yaşayan təbii ki, burada hal-hazırda Ukraynalılar və Suriyalılardır, məlum səbəblərdən. Və eyni zamanda dünyanın hər yerindən insanlar gəlir, insanlar yaşayır. Belə, dostlar, kanalımıza abunə olmağı rica edirik. Videonu izlədiyinizə görə təşəkkürlər. Özünüzə yaxşı baxın. İnşallah növbəti videolarımızda görüşərik. Allahın izni ilə digər videolarımızı da izləməyi unutmayın. Kanalımızda cürbəcür maraqlı videolar var. Sağ olun, sağlıqla qalın dostlar.